ki, polis tərəfindən tərtib olunmuş inzibati xəta protokolundan məhkəməyə şikayət eləmişəm. Amma qarşı tərəf məhkəmədə iştirak etməyib. Sual isə bundan ibarətdir ki, protokol tərtib edən polis əməkdaşı məhkəməyə gəlmədiyi halda iş neçə dəfə və nə qədər müddətə qədər təxirə salına bilər? Bir hissəsi budur. Bir neçə sualın, bir neçə variantını göndərib, əvvəlcə zəhmət olmasa bunu cavablandırın. Deməli, məhkəmə zəruri hesab eləyərsə həmin şəxsi məhkəməyə dəvət eləyəcək. Bəli. Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin xüsusi nümayəndələri var. Hansı ki, onların adından çıxış edən. Həmin şəxslər orada çıxış etməlidir. Yəni, polis əməkdaşının orada çıxış etməsi zəruri deyil. Çünki inzibati protokol tərtib olunan zaman, yəqin ki, orada görüntü də olub, səs yazısı da var. Məhkəmə bunu həmin konseptdə araşdırıb öz qərarını verəcək. Yəni, məhkəmə onu qısa müddətdə yekunlaşdıracaq. Bir digər məsələn də soruşur ki, deyir, bəs mənim iştirakım necə? Bu da mütləqdirmi? Yəni, şikayətçi tərəf kimi. Şikayətçi tərəf kimi öz argumentlərini gətirmək üçün mütləqdir. Amma inzibati qaydada onun xəta törətməməsini sübut etmək məcburiyyəti yoxdur. İnzibati protokolu hansı orqan yazıbsa, o sübut etməlidir ki, filankəs cərimə eləyib və yaxud yol hərəkəti qaydaları o sübut etməlidir. Sübut eləyə bilməsə o qüvvədə düşəcəkdir. Aydındır. Maraqlı məsələdir. Ona görə də şikayət etmişsinizsə sizin iştirakınız mütləqdir. Amma deyir, ümumiyyətlə deyir, inzibati xəta işlərində tərəflərdən biri, xüsusən də protokolu tərtib edən polis əməkdaşı iclasa gəlmədikdə məhkəmə mövcud sübutlarla qərar çıxara bilir. Bəli, maneçilik törətmir.